Bismillahirrahmanirrahim. Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Elhamdülillah artıq bir neçə gündən sonra Zülhiccə ayı başlayır və bu ay necə dedik, müəyyən xüsusiyyətləri var, xas olan və ən böyük xüsusiyyətlərindən bu ayda böyük bir ibadət, həc ibadəti əda edilir. Və qardaşlar bəzən soruşurlar ki, bu ayı necə qarşılayaq? Təbii ki, başqa aylar kimi tövbə ilə. Allah Subhanahu taala buyurur: "Və tubu ilallahi cemian eyyuhel mu'minun la'allekum tuflihun." Necə ki Allah Subhanahu taala möminlərə müraciət edir ki, tövbə eləyin. Yəni asilərə yox, möminlərə. Mömin də tövbəyə ehtiyacı var, zikrə ehtiyacı var, istiğfara ehtiyacı var. Və Allah Subhanahu taala buyurur ki, "La'allekum tuflihun." Bəlkə nəcat tapasınız. Yəni bu ayə dəlildir ki, nəcat tapmağın yollarından biri tövbə eləməkdir. Bəli, tövbə yəni qayıtmaq. Şeytanın yolundan Allahın yoluna. Asiliklərdən itaətə. Və ən birinci təbii ki, bu ay başlayanda tövbə eləmək. Sonra həmçinin əzimli olmaq ki, bu günlərdən istifadə eləmək. Salih əməlləri çoxaltmaq. Xüsusən də Zülhiccə ayının əvvəl 10 günündə edilən əməllər. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir gün sahabelərə buyurdu ki, bu əvvəl 10 gündə edilən əməllər Allaha ən sevimli əməllərdir. Yəni başqa günlərlə müqayisədə. Hətta sahabelər dedilər ki, ya Rasulullah, hətta Allah yolunda cihad eləyən əməlindən də dedi, bəli, bir dənə istisna nədir? Kim ki, malınla, canla çıxa və qayıtmayın, yəni şəhid. Yəni şəhadətə çata, ona çatmaz. Amma ondan başqa bu 10 gündə, Zülhiccə ayının əvvəl 10 günündə edilən hər bir salih əməl Allaha daha sevimlidir. Başqa günlərlə, əməllərlə müqayisə etsək. Ona görə mömin üçün böyük bir fürsət yaranıb. Bəli. Həmçinin, təbii ki, günahlardan uzaqlaşmaq. Günahlardan uzaqlaşmaq həmişə lazımdır, xüsusən də bu ayda. Və həmçinin necə qeyd etdiyi bu ayın, necə görürsünüz, fəzilətləri də var. Fəzilətlərindən Allah Subhanahu taala and içib, xüsusən Zilhiccə ayının əvvəl 10 gününə. Allah Subhanahu taala buyurur: "Vel-fecr ve leyalin aşr." Bu ayədə və leyalin aşr. Məqsəd təfsirçilərin çoxsu deyirlər ki, söhbət Zilhiccənin əvvəl 10 günündən gedir. Hətta İbn Kəsir rahimehullah deyir ki, və səhih də budur. Yəni güclü rəy budur. Və bəzən sual verirlər ki, yaxşı, hansı daha əfsəldir? Zilhiccənin əvvəl 10 günü, yoxsa Ramazan ayının axır 10 gecəsi? Və təbii ki, fikir ayrılıqları var, lakin bəzi alimlər cəm eləyib bu iki onluğu. Və buyurur, onlardan biri İbn Teymiyyə rahimehullah, Şeyxülislam, deyir ki, əgər gecənlə yanaşsaq, gecələrlə, əlbəttə Ramazanın axır 10 gecəsi ən əfsəl gecələrdir. Amma gündüzlə yaxınlaşsaq, Zilhiccənin əvvəl 10 günü ən əfsəl günlərdir. Və həmçinin, qardaşlar, Zilhiccə ayının fəzilətlərindən və xüsusən də bu əvvəl 10 günün fəzilətlərindən Ərəfə günü var. Ərəfə günü Zilhiccənin 9-cu günüdür təqvimlə. Amma məhz o gün, 9-cu günü Ərəfa deyilən bir yer var. Həccə gedənlər orada ta məğrib namazlarınca orada dayanırlar. Bu həccin əsas rükunlarından biridir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, "Əl-həccu Ərəfa." Yəni həcc Ərəfadır. Yəni Ərəfaya çatdın, həccə çatdın. Lakin kim ki həccdə deyil, o təqvimlə gedir. O 9-u sadəcə oruçdur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Ərəfa gününün orucu, yəni bir gün oruçdur. Ərəfa gününün orucu bir il keçmiş və bir il gələcək günahları yuyur. Yəni kiçik günahları.
Düzdür, oruç tutmaq olar. Zilhiccə ayının əvvəl 10 günündə oruç tutmaq olar. Lakin 9 günü, 9 günün, xüsusən də Arafa günün. Amma 10-cu gün olmaz. Ne üçün? 10-cu günü bayramdır ona görə. Həmçinin qardaşlar fəzilətlərindən əvvəl bu 10 gündə Zülhiccə ayının əvvəl 10 günündə 10-cu günü bayramdır. 10-cu günü Qurban bayramıdır. Bu da fəzilətlərindəndir. Həmçinin fəzilətlərindən, xüsusiyyətlərindən bütün çox ibadətlərin bu ayda cəm olması. Məsələn, oruç var, namaz aydındır var, oruç da var, aydındır, zəkat və ya sədəqə var, həmçinin həc var. Tovhid daima, elhamdülillah, tovhid də həmçinin. Və bu bəzi, deməli, Zülhiccə ayının bəzi fəzilətlərinə biz toxunduq. Allah subhanət hələ bizə eşi faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.